Vaxtilə getdim Moskvaya, işlədim orada. Böyük hadisəydi ki, Azərbaycan xalqının tarixində, çox əsrlik tarixində Azərbaycan xalqının nümayəndəsi, Azərbaycanlı gedib Sovetlər İttifaqı kimi, Rusiya kimi dünyanın böyük bir devlətinin ən yüksək zirvəsində oturdu. Bu Azərbaycan xalqının, bütün xalq üçün böyük bir tarix hadisəydi. Müsəlman, bütün dünya müsəlmanları üçün də böyük bir, bütün dünya Türkləri üçün də bu böyük hadisəydi ki, Rusiya kimi böyük bir devlətin, Sovetlər İttifaqı kimi böyük bir devlətin ən yüksək nöqtəsində Müsəlman Türk odur. Tarixdə heç vaxt olmamışdır. Heydər Əliyev SSR-nin İslam ölkələri ilə münasibətlərinə də himayəçilik edirdi. Düz 39 il öncə SSR-nin müttəfiqi və siyasi maraqlarının üstün olduğu Suriyadakı vətəndaş müharibəsi təhlükəsi də Heydər Əliyevin sayəsində aradan qaldırılmışdı. Heydər Əliyev vacib diplomatik tapşırıqlarla dəfələrlə Misirdə, Livanda, Pakistanda, Iordaniya və İraqda da olmuşdu. Горячо, дружески принимали советскую делегацию повсюду. 1983-cü ildə Vyetnama gedən SSR-in nümayəndə heyətinə başçılıq edən Heydər Əliyev bu ölkə ilə iqtisadi, elmi-texniki sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmişdi. Bundan əlavə Meksikaya və digər ölkələrə səfərlər də onun karyerasında mühüm rol oynuyor, SSR-yə gələn xarici nümayəndə heyətləri ilə aparılan danışıqlar əlaqələrin inkişafına xidmət edirdi. Bütün bunlar SSR siyasi dairələrində Heydər Əliyevə qarşı qısqanclardan ibarət cəbhənin yaranmasına gətirib çıxarmışdı. Məsələn, SSR Nazirlər Sovetinin sədri Tixonov hesab edirdi ki, Heydər Əliyevin daha da irəliyə çəkilməsi ona görə mümkün deyil ki, birincisi buna onun dini əqidəsi, digər tərəfdən də milliyyəti mane olur. 85-ci ildə Gorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra onda böyük bir qısqanclıq əmələ gəldi o illərdə görülən işlərə görə. O həm birinci qanunun, həm də məktəb reformasının həyata keçirilməsinə imkan vermədi, şərait yaratmadı, özü yeni hansısa bir reformalar irəliyə sürürdü.